Salam millət, hər vaxtınız xeyir. Necəsiz? İnşallah hər şey qaydasındadır. Bugünkü videomuz demək maşının CarPlay mövzusuna aiddir. Honda sürənlər bir çoxları bəlkə də maşına CarPlay var, amma yəni kabellə də istifadə edirlər. Mən də fikirləşdim ki, neyniyim, bu kabelləri maşından sayını azaltmaq lazımdır və qərara gəldim ki, bir dənə Android CarPlay alım. Demək, Otocast firmasının gördüyünüz kimi balaca, kiçik bir dənə CarPlay-dir. İndi açıb sizə göstərəcəm. Burada məsələ nədir? Civic sürənlər bilir, yəni telefon birbaşa Bluetooth-la CarPlay-ə qoşulmur, kabellə qoşulur. Təbii ki, 10-cu nəsildən söhbət gedir. Bilmirəm, 11-ci nəsillərdə səhv eləmirəmsə artıq birbaşa qoşulur telefon. Və bu da maşında dizbalans yaradır. Bir misal üçün CarPlay-ə qoşmaq üçün telefonu taxmaq, zaryadka yığmaq, şnuru ayrı. Bunlar hamısı mənim üçün maşında dizbalans yaradır. Kabellər orada görünür, səliqəsizdir. Ona görə qərara gəldim ki, bir dənə maşına CarPlay alım ki, maşında rahat istifadə edim. İlk öncə onu vurğulayım ki, bunu maşına qoşduqdan sonra maşını işə salan kimi telefona avtomatik olaraq maşına qoşulur, CarPlay-ə qoşulur. 30 zamoku açdınız, ani momentdə maşına qoşulur. Düzdür, bəzən hallarda olur ki, bu həm Bluetooth-la, həm də Wi-Fi ilə bir yerdə, ikisi bir yerdə qoşulur. Düzdür, bəzi hallarda olur ki, Wi-Fi aktiv kimi göstərir, amma internet olmur. Tutalım ki, ev Wi-Fi-nə qoşulursunuz, necə internet olmayanda aşıqqa çıxır, onun kimi göstərir. Təbii ki, elə olanda internet telefonda kəsilir, amma elə olanda Wi-Fi söndürürsünüz, söndürürsünüz, özü təzədən avtomatik yanır, təzədən qoşulur. Wi-Fi arxa fonda işləyir, internetiniz də olur falan. Yəni, bu hərdən olur, məndə başıma gəlir. Bunu alsanız, birdən o problemlə qarşılaşsanız, bilin ki, yəni belə bir şey olur. Yəni, həll olunan bir məsələdir. Deməli belə dostlar, uzun sözün qısası, bunu bir müddət işlədirəm, çox razıyam, dedim sizlərlə də bölüşüm. Təbii ki, bu kuzanı, bu ili sürən şəxslər yəqin ki, bu problemdən yanaşır, qarşılaşır, üzr istəyirəm. Məbləği də haradasa mən indirimlə aldım, indi bilmirəm neçədir, 33 manat civarlarındadır. Tanınmış firmadır. Bunun bir çox CarPlay şeyləri var, modelləri var. Hətta bir CarPlay modeli var ki, hardasa buna bu boyutda bir cihazdır. Panel tərəfə qoşdurursunuz, yapay zəka ilə işləyir, sənlə ünsiyyətdə olur. Komandaları oradan versən, tutalım ki, mahnı qoş, tutalım nə, bütün komandaları oradan versəniz, onun da qiyməti hardasa bir 300 manat civarlarındadır. Hələ ki düşünmədim onu almağa. Əslində ürəyimdən keçirdi alım, amma nəsə hələ ki düşünmədim. Ona görə dedim kiçik bir bunu alaq, yoxlayaq, görək necədir. Qane eləyirmi firma? Bir aya yaxındır işlədirəm, çox razıyam. Burada demək maşına quraşdırma məsələsi var. Onları sizlərlə bölüşəcəm. Nə etmək lazımdır? Çünki mən aldım, o tərəfdən sıxıntı çəkdim. Dedim sizlərlə də bölüşüm. Alarkən onu da nəzərdə alın, tutun, onu da alın. İndi sizlərlə bölüşəcəm. Gəlin, ilk öncə bir dənə açım. Nə var içində, onu sizə göstərim. Burada açırıq, demək. Bu istifadə kitabçasıdır. Yəni, buna ehtiyac yoxdur. Bunu qoyduq qırağa. Çıxardaq. Burada, demək, bir ədəd CarPlay-in özüdür. Bir ədəd də Type-C perexotnikidir. Baxın, indi gəldik bu mövzuya. Bu Type-C-dir. Bu maşınlarda, bizim maşınlarda isə USB-dir. Arxa dəstəkləyən yeri belədir. Bu CarPlay-ə taxılır. Baxın, bu qaydada. Bu Type-C olan maşınlara da buradan taxısınız belə. İndi siz bunu aldınız, bu CarPlay-i aldınız, sizə bir dənə də perexotnik, belə perexotnik lazım olacaq. Amma ki, onu da sizə göstərim. Baş hissəsi USB olan, arxada USB giriş, USB çıxış. Bunu nəzərdə saxlayın, Type-C. Bu bizə lazım deyil. Bunu qoyuruq qırağa. Bu nəyə görə lazımdır dostlar? Önəmlidir. Həqiqətən də önəmlidir. Mən sıxıntı çəkdim.
bunu aldım. Burada inansız həvəs olmadı, gedim mağazaları axtarım. Yəqin ki, burada da var. Mən bunu AliExpress-dən zakaz elədim, gəldi. Uzun sözün qısası. Bunu taxırıq bura. Baxın, artıq uzandı. Bunu taxdıq bura. Bunu nəyə görə bura taxdıq? Nəyə görə bu beləxadnik önəmlidir? Gəlin onu da sizə göstərim. Daha sonra CarPlay-in qoşulmağını göstərəcəm. Onu çəkəcəm. Bu qədər, yəni inşallah xoşunuza gələr. İstifadə eləmək istəsəniz, istifadə eləyəsiniz. Gəlin indi bunu açıq, net şəkildə sizlərlə paylaşım ki, nəyə görə bu detal lazımdır. Deməli, millət, baxın, görürsünüz də oradan. Bu detal bura taxılır. CarPlay yeri buradır. Orada da göstərilir üstündə zaten. CarPlay yeri buradır. Bu Android CarPlay tək özünü taxanda ora tam girmir. Bura tam oturmadığına görə, bax burada biraz əyrilik var. Əyrilik var. Bunu taxırsan, bir dənə göstəreyim, tam aydın olsun. Bu zaten bura bu qaydada taxılır. Baxın, bu qaydada taxılır. Yox, üzr istəyirəm. Baxın, bu qaydada taxılır. Taxdım. Amma bu bura tam keçmədi. Biraz yandan göstərsəm, hiss eləyəsiniz, baxın, əyri durur. Bu tam keçməyib bura. Bu tam bura keçmədiyinə görə, düzdür, işə düşür, amma maşın CarPlay olaraq görmür onu. Ona görə də, baxın, bu uzadıcını alırıq, bunu taxırıq bura, oradan məsafə biraz uzanır və bu çox rahatlıqla burada gizlin bir şəkildə durur. Heç bir yumşaqçılığı da yoxdur. Bura yenə də öz istədiyiniz əşyalarınızı qoya bilərsiniz. Yəni, bunun burada heç bir şəkildə sənə yumşaqçılığı yoxdur. Rahatçılıqla da istifadə eləyə bilərsiniz. İndi isə keçdik. Burada demək, bu zaryadka şnurudur. Bunu da yığışdıracağım. İnşallah Honda'ların özünün orijinal bəzi modellərində o gəlir. Burada wireless charger olur. Telefonunuzu qoyursunuz. Simsiz zaryadka yığır. Bu modeldə yoxdur. Komplektasiyadan asılı olaraq dəyişir. O bəzi komplektasiyalarda olur. Səhv eləmirəmsə, Touring modellərində olur. YXL-lərdə olur. Təbii bilmirəm. Ya da ki, o əlavə bir paketdir. Honda'nı alanda özün sifariş versən. Yəni, olur. Orijinal olaraq olur. Var internetdə də inşallah onu da alacam. Bura qoşacam ki, bu kabeldən də azad olaq, telefonları zaryadkaya bura qoyaq. Belə millət. İndi CarPlay-imizi taxdıq ora, maşını işə salım. Çünki həm bu telefonla çəkirəm, həm də maşını işə salanda səs içkisi gedəcək. Gəlin, eybi yoxdur. Səs içkisi getsə də üzürlü sayın. Çünki telefon da hal-hazırda qoşuludur bura. İndi işə salacağım. Necə işə düşəcəyini siz özünüz görəsiniz. Ola bilsin, görüntü getsin, təzədən bir də aktiv eləyəcəm. Maşını yandıraq. Baxın, artıq işə saldıq. Orada CarPlay görürsünüz, qırmızı oldu. Bax, göy oldu, miqat deyir, dayanır. Baxın, miqatdadır, dayandı. Artıq telefon qoşulubdur. Telefon qoşulub və burada da indi görüntü həm çəkdiyimə görə, həm də CarPlay qoşulu olduğuna görə biraz CarPlay gec işləyir. Yəni, bunu CarPlay-in ağır işlədiyi anlamına gəlmir. Bunu nəzərdə saxlayın. Bax, görürsünüz, vururam biraz gec işləyir. Bu şeydən həm çəkiş eləyirəm, həm də ki, CarPlay-dən istifadə edirəm, ona görədir. Bunu belə, yəni sonra fikirləşməyin ki, bu niyə belə ağır işləyir? Çəkişsiz tam gözəl və rahat axarınca işləyir. Burada qoşuldunuz, əməlli başlı hər şey var. Waze avtomatik olaraq çıxır bura. İstəsəniz tam ekran bu qaydada. İstəsəniz həm Waze olsun, həm YouTube musiqi olsun. Yəni, fərq yoxdur. Burada telefonla zəng eləmə yeri də var. Gec açılır. Bunu yəni nəzərdə saxlayın. Belə, yəni funksiyalar var. Burada da ki, ana menusunda da yenə həmçinin bu qaydada proqramlar burada var. Bəli, nəzərinizə çatdırım ki, bu həm Android-ə qoşulur, bir də həm də ki, iPhone-lara da qoşulur.
Burada da zaten yazılıb. Onu da göstərəcəm sizlərə. Burada harada yazılmışdı bu? Wireless Android out. Bunun olmalıdır. Amma mən oradan alanda yazmışdı. Android da var, iPhone-a da qoşulur. Nəsə, burada tapa bilmədim, amma qoşulur. Qoşulur. Belə millət. Yəni, istəyən olsa ala bilər. Bu maşını söndürə biraz. Aha. Demək, millət, belə yenə vurğulayıram, CarPlay-i aldıqdan sonra o adaptörü almağınız mütləqdir. Onu nəzərinizdə saxlayın. Otokars firmasının CarPlay-idir. Sizə belə şəklini də göstərim. Bu qaydada, yəni bunu belə skrin eləyib AliExpress-də axtarışa da verə biləsiniz. Axtarışa belə versə çıxır zaten avtomatik olaraq və yaxud da elə AliExpress-də Android CarPlay mini yazsanız yenə çıxacaq. Yəni bir çoxu çıxır, bu da çıxacaq. Mən bunu almışam, istifadə edirəm. Şəxsən bugünkü gündə razıyam. Dedim sizlərlə paylaşım. Çox funksionaldır, çox rahatçılıqdır. Telefonu hər dəqiqə ora taxmısan. Oturan kimi, maşını işə salan kimi artıq telefon maşına qoşulur. Gələn zəngləri çox gözəlliklə qəbul edirsiniz. Oradan zəng edə bilirsiniz, maşından danışırsınız. Hər şey qəşəng, incə və rahat işləyir. Belə millət, özünüzə yaxşı baxın. İnşallah sizə səmərəli bir video olmuşdu. Hələlik görüşərik.